Qubada ailə dələduzluğun qurbanı olub. 26 min manat udumusunuz vədi ilə onların 1560 manat pulu mənimsənilib. Aktiv olmağa kartımıza 780 manat bir karta vurun dedi. 780 manatda bir karta. Mən də aldanıb karta pul vurduğuma görə mənim başıma bu iş gəldi. Nə qədər pul atdınız? O şey mənim kartımda 1560 manat pul çıxarılıb kartdan mənim. Sizə zəng gəldi də? Zəng gəldi. Nə dedilər sizə? Kartlarınız aktiv olmaq üçün dedi. Kartları aktivləməyə dedi. Sizə bir belə pul 26 min pul verəcək sizə. Biz də aldandıq, pulu vurduq karta ki, bəlkə bizə pul verirlər, o da pul verilmədi, kartlardan pullar çəkdi. Qonşu dedi ki, məndə var pul. Mən də ona adboy verdim telefonu, zəng gəlməkdə, qonşu da aç telefonu. Açdı, dedi ki, pul məndə var, mən vurub kartları aktivləyəcəm. Mən də ki, maaşı, yoldaşımla mənim maaşımı, qalan maaşı da vurduq karta, hamısını çəkdilər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Quba regional qrupundan verilən məlumata görə aparılan araşdırma nəticəsində dələduzluq faktı təsdiqlənib. Cinayəti törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olması istiqamətində zəruri tədbirlər görülür.